Bugün yenə gedirəm məktəbə. Bugün 4-cü gün idi, əslində getməməli idim. Deyirdim ki, nə yaxşı bugün getmirəm. Evdə xeyli iş görə bilərəm, işlərimi qutara bilərəm, amma yenə də gedəsi oldum işə. Uşaqları götürməyə gedəsi oldum, çünki müəlliməsi zəng elədi, böyük qızımın ki, narahatdır, başı ağrıyır. Əslində başı ağrıyırdı, dərman verib göndərmişdim. Dedim, yəqin ki, düzələr. O da müəlliməsi zəng vurdu ki, başı ağrıyır, dözə bilmir. İndi gedirəm onu götürüm, aparım qoyum evə, saat 12-də sonra gedib o birisi qızı götürəcəm. Həmişə olduğu kimi Sara'la bir yerdə gedirəm. Yaxşı ki, məktəb bizə yaxındır. 10 dəqiqəlik yoldur. Tək gedəndə biraz tez gedirəm, amma Sara'la gedəndə 10 dəqiqəyə gedirəm. Götürdüm qızımı dərsdən. Deyir, başı ağrıyır. İndi bilmirəm nədir bu, virusdur yoxsa elə bilmirəm. Dərman da vermişdim, amma dərman kəsməyibdi. İndi inşallah gedək evə. Görüm mürəbbəli çay, nə bilim. Bəlkə başqa nəsə dərman verərəm. İnşallah ki, düzələr. Bu gəzənlərdən olmaz inşallah. Evdə qatığın qaymağı var idi. Yenə doğa bişirəndə qatığın qaymağını yığmışdıq, qalmışdı. Bizdə qatığın qaymağı elə yeyilmir, ancaq mən yeyirəm. O da heç axır vaxtı mənim də ürəyim istəmir. Ona görə dedim uşaqlara keks bişirin bundan, məktəbə aparsınlar. Bu keksi sevirlər, dedim elə bundan eləyim. Ovma keks. Yağı, unu, bir də şəkəri qatıram, bir yerdə qarışdırıram. Sonra üstünə yumurtla qatığı qatıram. Mən indi qatığın qaymağını qatdım, amma qatıqla da eləmişəm, çox gözəl alınır. Qatıram, qarışdırıram, vanil, soda. Belə qarışdırıram. Nə qatı, nə çox duru bir xəmir alınmalıdır. Əslində bu ovuntudan bir stəkan kimi götürüb saxlamaq lazımdır ki, xəmir hazır olanda üstünə tökürsən. Bir dənə yumurtanın sarısını da saxlamaq lazımdır ki, xəmirin üstünə vurursan sarısını və oxantını tökürsən üstünə. Sadəcə mən oxantını eləmirəm, çünki uşaqlar balacadılar. Yeyirlər, bütün hər yeri buluyurlar, o oxantı tökülür üstündən, ona görə elə oxantısız eləyirəm. Elə onda da çox gözəl bir xəmir alınır, keks alınır. Yəni mən onu tez-tez eləyirəm, uşaqlar sevirlər. İnşallah siz də elərsiniz, bəyənərsiniz. Yəni çox sadə bir xəmirdir. İçinə də yəni sadə bir şeylər gedir, hamının evində olan bir şeylərdir. Yəni siz də elərsiniz, inşallah ki, bəyənərsiniz bu keksdən. Bu keksi əslində mən dünən eləmişdim. Sadəcə artıq gecidir və vlogu artıq paylaşmışdım deyə elə dedim çəkim, saxlayım, sabahki vlogda paylaşaram. Ona görə indi paylaşdım sizin üçün. İndi burada baxarsınız ki, artıq axşamdır. Amma yəni dünən mən çəkmişdim bunu ki, çəkdim ki, sizlə də paylaşım. Bəlkə kimsə sevər bu resepti və eləmək istəyər. Və bir daha deyim, bunun içinə nə gedir? Bura gedir 3 stəkan undur, stəkan yarım şəkərdir. Yəni siz istəsəz şəkərini az da eləyə bilərsiniz. Biz sadəcə şirin sevirik deyə mən stəkan yarım şəkər tökürəm. 4 dənə yumurtadır, 1 stəkan qatıqdır. Qatığın içinə sodanı tökmək lazımdır. Sonra elə tökürəm ki, qatıq belə qaynayan kimi olur. Onda lap yaxşıdır, tökürəm. Vanil, yağ, 150 qram hardasa belə təxmini 150 qram yağ. Belə yağ, un, şəkəri bir yerdə qarışdırırıq. Sonra üstünə yumurtanın qatığı, vanili, sodan töküb beləcə bir kütlə alınır. Onu bişiririk. Çox da gözəl və dadlı bir keks alınır. Və sonra da yeməyi elədim. İftara yemək hazırladım ki, artıq hamı evdə olur həmin vaxtı, yeyilsin. Sara. Hamıya salamlar olsun. Bugün istəyirəm buranı təmizləyim. Biz bura neçə vaxtdır əl vurmuram mən.
Ona görə əlimizə nə gəldi? Hamısını yığmışıq bura. Bunlar baldızımın qızının xınasından gətirmişdik. Elə uşaqlar hey deyirlər ki, mama nə olar ver bu qabları bizə. Amma mən çox xoşladım bu qabları. Ona görə dedim yadigar qalsınlar. Bilirəm ki, onlara versəm 2-3 günlükdür. Hamısını qıracaqlar, tulayacaqlar. Ona görə dedim ondan sonra qoy yadigar qalsın. Burada uşaqların analizlərinin vitamin D analizi vermişdi, onun cavablarıdır. Elə qoymuşuq bu qızımın diplomudur. Sınaq imtahanında yüksək bal topladığı üçün ona diplom vermişdilər. Belə bu yoldaşımındır. İndi bunların hamısını buradan yığım ki, buranın tozunu təmizləyim. Sonra bu da belə suvenir idi, qılıncıdır. Uşaqlar bunun burasını qırıblar. Amma heç biri boynuna almır ki, hansı qırıbdır. Ona görə hələ ki belə qoymuşam. İndi görün bəlkə nə vaxtsa kleyləyərəm. Bu belə durmalıdır burada. Bu səməni şamdır. Yanıb qutarıb artıq bayramda yandırmışdım. Amma yenə də saxlayıram. Xoşum gəlir deyirəm. Bayramda stolun üstünə qoyaraq qəşəng görsənir. Və sildim qutardım bu iki polkanı. Bunlar yerinə yığaraq. Burada da hər şeyin içinə nəsə qoymuşuq, faydalı şeylər qoymuşuq ki, axtaranda baxaq. Əsasən bura qoyuruq, ona görə nəsə axtaranda gəlir. Buradan bura baxırıq. Uşaqlara görə çox şeylər qoya bilmirəm bura. Çünki baxmayın, nə qədər də tapşırsaq açırlar içinə. Əl vururlar, ona görə elə ancaq ki, bunları qoymuşam ki, bunun içində çünki nəsə qoymuşuq bunların içində vacibli şeylər axtaranda tapaq. Ona görə bunları qoyuram. Burada başqa qabları yığmışam buradan ki, uşaqlar götürməsinlər. Bunlardan elə xoşum gəlir ki, ona görə qabağa qoyuram ki, belə qəşəng görsənsinlər. Çox sevirəm onları. Bunu da bura qoyaq. Bu diplomu da qızım qoyub deyə bura. Ona görə götürmürəm ki, uşaqdır, qoy, ürəyi istəyir, dursun burada. Bu da korobkada yoldaşımın dokumentləridir. Qoyubdur ki, elə əlin altında olsun. Ona görə buna da dəymirəm. Əslində mən sevmirəm belə şeylər burada duranda. Sadəcə göz qabağında olsun da, axtaran kimi tapılsın deyə bura qoyuruq. İndi bunu da görüm nə vaxt kleyləyə bilirəmmi? Bunu bura kleyləmək lazımdır ki, bu da burada beləcə dursun. Görüm, inşallah ki, alınar, düzəldərik. Hələ ki, burada dursun.